Milli Novruz şinyardlarımızdan ən dadlı qozlu baklava reseptini paylaşıram. Başlayırıq xəmirimizi yoğurmağa. 6 stakan yarım un lazımdır, 800 qram. Üzərinə 1 xörək qaşığı şəkər tozu tökürük, 10 qram vanil və çay qaşığının ucunda duz əlavə edirik. Qarışdırırıq. 250 qram tam yumşalmış kərə yağı lazımdır. Mən biraz əritdim, qatdım, yadımdan çıxmışdı, çıxartdım. 200 qram xama qatırıq və 2 ədəd yumurta ağlı sarılı qatırıq bura. 100 qrama südə yarım çay qaşığı quru maya tökürük və əlavə edirik bura. Yoğuşluğa belə qəşəng xəmir alındı. Qoyuruq yarım saata, çox yox, gözlə gəlsin. Xəmiri kündəliyirəm, bu yuxarı kündədə 400 qram, alt kündə 300 qram, qalan kündə 740 qram, 10 kündəyə böləcəm dərəzi ilə. Deməli, bu alt kündədə başlayırıq onu açmağa. Yerləşdiririk formaya, yumru formadır məndə. Lavaş göz bədüz oturdu proteinə. Keşlə belə üstünü belə sıxıram və ikinci qatdan sonra belə vilqalayıram biraz. Təşirəm, çəngəliyirəm. İkinci kündəyə də içlik səpmirəm. Bu üçüncü kündədə lavaşdır. İndi içlik səpirik. Bir armudu stakan yarım getdi mənə içlik. 8 ilə belə yuxarının arasına tökəcək içliyi indi. Bu axırıncı üst lavaşı da baklavanı yarım saata qoymuşdum buzxanaya ki, yaxşı bərkitsin. 53 santim xatkeşlə kesirəm. İndi yaxşıca sürtürük baklavanın üstünə. Yaxşı yeridirik belə. Deməli, burada bir yumurta sarısı və bir dənə bütöv yumurta və biraz qarğalalı yağı. Belə işıldayır baklava. Qozla bəzəyirik indi. Sobanın altı qoyuruq. Yarım saata 170 dərəcədə yarım saata pişiririk, sonra çıxartacağıq. Saat keçdi. Bıçağı yağa batıra-batıra başlayırıq baklavamızı kesməyə. Və yenə qoyuruq sobaya 30-35 dəqiqə. Təxmini ümumi pişir baklava 1 saat 10 dəqiqə, 1 saat 5 dəqiqə. İndi soyuducudan çıxartmışam şirəni və baklavanın üstünə tökürəm.